Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və bu şeytan əməlindəndir. Həqiqətən o, haqq yoldan azdıran açıq aydın bir düşməndir, dedi. Musa dedi, ey Rəbbim, mən özümə zülm etdim, məni bağışla. O da onu bağışladı. Həqiqətən o, bağışlayandır, rəhimlidir. Musa dedi, ey Rəbbim, mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmayacağım. Səhəri gün qorxu içində ətrafa göz qoya-qoya şəhərə çıxdı. Birdən dünən onu köməyə çağıran kəs yenə fəryad qoparıb onu köməyə çağırdı. Musa ona, sən doğrudan da açıq-aşkar yolunu azmışın birisən, dedi. Musa ikisinin də düşməni olan Misirlini yaxalamaq istədikdə o dedi, ey Musa, sən dünən birini vurub öldürdüyün kimi məni də öldürmək mi istəyirsən? Sən yer üzündə ancaq bir zülümkar olmaq istəyirsən. Sən islah edənlərdən olmaq istəmirsən. Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi, ey Musa, zadəganlar səni öldürmək barəsində məşvərət edirlər. Çıx get, inan ki, mən sənin yaxşılığını istəyənlərdənəm. Musa qorxu içində ətrafa baxa-baxa oradan çıxıb, ey Rəbbim, məni zalım adamların əlindən qurtar, dedi. O, Mədiyən tərəfə yollanıb, ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin, dedi. O, Mədiyən sularına gəlib çatanda, quyunun yanında heyvanlarına su verən adamlar gördü. Onların yaxınlığında da qoyunlarını o biri heyvanlardan geri çəkən iki qız görüb, sizə nə olub, dedi. Onlar dedilər, çobanlar heyvanlarını sürüb aparmamış, biz qoyunlarımıza su verə bilmirik. Atamız da çox qocadır. Musa onların yerinə qoyunlara su verdi, sonra da kölgəyə çəkilib dedi, ey Rəbbim, sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var.